Dramatik senarilər bir-birini olduqca sürətlə dəyişir və müharibələr azalmaq əvəzinə daha da alovlanır və bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gələn Donald Trump'ın müharibələrin qarşısına alınması ilə bağlı verdiyi vədlər böyük ümidlər yaratmışdısa, amma indi biz tam əksini görürük. Müharibələr müxtəlif regionlarda daha da qızışır və xüsusilə də Rusiya-Ukrayna müharibəsində biz yeni bir mərhələyə keçidin şahidi oluruq. Dünya az qala 3-cü Dünya müharibəsinin astanasındadır və artıq Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında da müharibə ritorikası açıq bir müstəviyə keçib. Çünki bir müddət əvvəl Donald Trump Vladimir Putini odla oynamaqda günahlandırmışdı və rəsmi Moskva isə cavabında qeyd etmişdi ki, Putinin odla oynaması 3-cü Dünya müharibəsinin başlanması olar. Həqiqətənmi biz 3-cü Dünya müharibəsinin yeni astanasındayıq və Rusiya-Ukrayna müharibəsinin nəticələri ümumiyyətlə bugün proseslərə, yeni dünya nizamına necə təsir göstərər? Bax, bütün bunları müzakirə edəcək. Çünki artıq Ukraynanın Rusiyaya hücumu, hörümçək toru altında keçirdiyi əməliyyat yeni suallar ortaya qoyub. Rusiya kəşfiyyatının həqiqətənmi bu qədər zəiflədiyini proqnoz edənlər haqlıdırlar, yoxsa bu bir strateji taktikadır və bütün bunları müzakirə edəcək və sözsüz ki, dünyada baş verən proseslər heç də Cənubi Qafqazdan yan keçmir. Cənubi Qafqazdakı sülh prosesinə, dünya nizamında gedən bu proseslər necə təsirini göstərəcək və Ermənistanda daxili çəkişmələr baş qaldırıb, yenidən keşiş əməliyyatı işə düşüb və bu keşiş əməliyyatı, kilsə əməliyyatı siyasi ölüləri yenidən dirildib. Söhbət Koçaryan, Sarkisyan və Petrosyan cütlüyündən gedir və bu proseslər ümumiyyətlə sülhə necə təsir göstərəcək? Diqqətiniz bizdə olsun, qonaqlarımızı təqdim edirəm. Müzakirələrimizə start veririk. Bugünkü qonaqlarımız beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva. Xoş gördük Yeganə xanım sizi. Hərbi siyasi ekspert Elxan Şıxəliyev, siz də salamlayıram, xoş gəldiniz və Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmailov bizimlə bərabərdir və əlbəttə ki, Türkiyədən də bağlantımız olacaq. Çünki Türkiyə daima regiondakı, hətta dünyadakı bütün proseslərə böyük təsir gücü olaraq aktor ölkə kimi əlbəttə ki, bu prosesləri də, regionda gedən prosesləri Rusiya-Ukrayna müharibəsində xüsusilə də diqqətdə saxlayır. Çünki elə Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına dair ardıcıl görüşlər İstanbulda keçirilib və bu İstanbul görüşlərinə ümidlər əlbəttə ki, çox böyük idi, amma hal-hazırda demək olar ki, bunlar nəticəsini vermir, danışıqlar nəticəsiz qalır. Ona görə də İsmail Cingözlə biz bağlantı etməyə çalışacağıq, onun da fikirlərini alacağıq və istərdim elə müzakirələrimizə keçməzdən öncə Rusiya-Ukrayna müharibəsi ilə bağlı Hədəf kollektivinin hazırladığı bir sujeti izləyək. Hazırda orada proseslər necə gedir və əməliyyat prosesləri hansı mərhələdədir? Gəlin, sujet izləyək, sonra müzakirələrimizə start verərik. Buyurun. Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları səngimir. Rusiya ordusu Ukraynaya yenidən pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib. Kiyevdə vurulmuş dron qalıqlarının düşməsi nəticəsində Darnitsk rayonunda inzibati binaya ziyan dəyib. Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Çkaçenko bildirib. Rovensk bölgəsi də Rusiya qüvvələrinin hərbi zərbəsinə tuş gəlib. Yerli icra orqanlarının məlumatına görə bir mülki şəxs yaralanıb. Ukrayna ordusu isə Rusiyanın Çeboksarı şəhərində şahid dronları, həmçinin qanadlı və ballistik raketlər üçün antenalar istehsal edən zavodu vurub, ərazidə yanğın və partlayışlar baş verib. Zavodda istehsal dayandırılıb. Elxan müəllim, yəni Rusiya-Ukrayna cəbhəsində biz sabitlik gözləyirdik. Çünki danışıqlar intensivləşmişdi. Amma bugün biz görürük ki, xüsusilə də hörümçək toru əməliyyatından sonra qarşılıqlı şəkildə hücum taktikası daha da genişləndirib. Necə düşünürsünüz? Həqiqətənmi biz bu müharibə ritorikalarına inansaq 3-cü Dünya müharibəsi astanasındayıq və Rusiya-Ukrayna müharibəsinin bax bu qaynar nöqtəsindəki prosesləri bax bugünkü gününə görə, bugünkü mərhələsinə görə necə dəyərləndirmək olar? Rusiya-Ukrayna müharibəsini artıq biz 4-cü ilini müzakirə edirik. Dediyiniz məsələ niyə 3-cü Dünya müharibəsi mövzusuna indi dönüş etdilər?
Görünən odur ki, tərəflər həm Ukraynanı dəstəkləyən koalisiya və Rusiya razılığa gələ bilmir. Xüsusən də İstanbul danışıqların belə deyək, nə Ukraynanın, nə Rusiya istədiyi kimi baş tutmamasının nəticəsində sahədə, taktiki səviyyədə Rusiya irəliləmək, əməliyyatlarının irəliləməyi mərhələsindədir. İndi bu günlərdə artıq Dnipropetrovskinin belə deyək, sərhədlərinə, o inzibati sərhədlərinə çıxmaq döyüşlərini aparır birinci eşelon bölmələrində. Ukraynada nə edir? İndi dediyiniz o hörümcək toru əməliyyatlarından sonra da eyni ilə dronlarla Rusiyanın strateji obyektlərinə zərbələrini davam etdirir. Dolayısıyla artıq müharibənin dayandırılmasının şərtləri sahədə görsənmir. Bu səbəbdən də xüsusən də indi belə deyək, Almaniyanın kanslerinin Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşündə sırf Ukraynanı dəstəkləməsi üzərinə Amerikanın dəstək verməsini istəyi və onda dediyiniz kimi artıq Böyük Britaniyada, Almaniyada, Fransada sanki xalqları 3-cü dünya müharibə olacaqmış kimi inandırıblar. Artıq İngiltərədən belə səsləndirirlər ki, biz 3-cü dünya müharibəsinə hazır olmalıyıq. Sanki Rusiya hücum edəcək, Ukraynanın ərazisini işğal edəcək. İşğal edəndən sonraki mərhələdə Avropa ölkələrinə müharibə keçəcək kimi bir algı yaradılıb. Desəniz ki, bunun arxasında duran güclər kimdir? Əslində belə deyil, müharibənin sonlandırılması istəyən partiya var ki, istəyirlər danışıqlar başlayan ən azından atəşkəs rejiminə keçirilsin. Bu anlaşılandır. Ukraynada istəyir, əslində Rusiya da istəyir. Niyə istəyirlər? Çünki ikkilər əsas etibarı ilə Ukraynanın əhalisi və Rusiyanın əhalisinin və də silahlı qüvvələrin ikkiləri üzərinədir. Belə çıxır ki, iki tərəf istəyir, amma kənar güclər imkan vermir. Onu gətirirəm. Bunun əslində müharibənin davamlı olmasına maraqlı tərəflər kimdir? Nə qədər ində Avropa İttifaqına daxil olan ölkələr, Amerika Birləşmiş Ştatları səsləndirsə də, müharibənin nəticəsi göstərir ki, müdafiə sənayesi istehsalı 2022-ci ildən 2025-ci ilə qədər 6 dəfə artdı. Xüsusən də Avropa ölkələrindəki müdafiə sənaye şirkətlərinin istehsalı bu 600%. Yeri gəlmişkən sözünüzə qüvvət. Fransa, İspaniya, Almaniya və İsveç Ukraynada yeni dronların istehsalı ilə bağlı fikirlər səsləndirirlər ki, hətta zavodların tikilməsi. Hətta 13 dövlət birləşərək, Qərbin 13 dövləti birləşərək yeni insansız, pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq. Həm Ukraynanın ərazisindəki zavodların artırılmasını planlaşdılar. Eyni zamanda öz ərazilərində zavodların tikilib Ukrayna dövləti adına istifadə veriləcəyini səsləndirir. Məsələ nədən ibarətdir? Müdafiə sənayesi şirkətləri müharibədən 12 rəqəmli dividendlər qazanırlar. Yəni biz göründüyü olaraq Ukraynaya maliyyə vəsaitləri ayrılır da bu pul şəklində Ukraynaya verilmir. Onlar da gedir Amerika Birləşmiş Ştatlarından, Fransadan və belə deyək, Böyük Britaniya, Almaniyadan əsasən hücum silahlarının və FPV dronlarının komplektləşdirici hissələrinin alıb da sonra onu müharibəyə cəlb edirlər. Əslində bilirsiniz də bu istehsal nədir? Ən balaca detalını deyək, məsələn bir mərmi, avtomat mərmisindən belə deyək də 7.62, 5.41, onlar $7 biri başlayır. Lokatlər də var, gəlir 30-40 milyona başa gələn vəsaitlər də odur. Atıldı, bitdi, sahədə sıfırlanır. Dolayısıyla müdafiə sənayesi şirkətləri müharibənin davamlı olmağında ona görə maraqlıdırlar ki, bu dividendlər, dediyimiz Avropa ölkələri, Amerikadan ayrılan vəsaitlər Ukrayna tərəfindən o şirkətlərə ödənmiş olsun. İndi biz də bilirik də, əgər gəlirlər varsa müharibənin üzərindən iki ölkə itirirsə, ən azından 60-a yaxın ölkə bu müharibələrdən qazanc götürür müdafiə sənayesi şirkətləri üzərindən. İndi dediyim odur ki, müharibənin sonlanması təbii ki, 2025-ci ilə qədər proqnozlaşdırılmış olsa da, biz görürük ki, bu dediyiniz o hörümcək toru əməliyyatından sonra sanki Rusiya biraz da o qisasçılıq müharibəsini... Rusiyanı daha böyük tora salıb, hörümçək toru. Bəli, əlbəttə qaydacağıq, çünki iqtisadi tərəflərini, yəni hərbi gəlirlərdən iqtisadi maraqlarını da bu müharibələrdə ümumiyyətlə əlbəttə biz tarix boyu görmüşük və Rusiya-Ukrayna müharibəsində də böyük iqtisadi maraqlar var, amma siyasi tərəfləri də çox böyükdür və istərdim ki, daha doğrusu Ukrayna prezidenti Volodimir Zelenski məhz Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla 15 dəqiqəlik, bax özünün də açıqladığı
açıqladığı kimi 15 dəqiqəlik Vatikan görüşündə ümidləri daha da artıb və bu ümidlər hardan yaranıb, sonra müzakirələrimizə qayıdacaq. Gəlin elə redaktorumdan xahiş edəcəm ki, Vladimir Zelenskinin öz sitatını biz olduğu kimi diqqətlərə çatdıraq və bu istiqamətdə müzakirələrimizi davam etdirək. Çünki həqiqətən də bu 15 dəqiqəlik görüş böyük ümidlər yaradıb və bu ümidlər nədən ibarətdir? Qeyd edir ki, Vladimir Zelenski vaxt və fürsət lazımdır. Vatikandakı bu 15 dəqiqəlik təkbətək görüş oval kabinetdə insanların böyük dairəsindəki görüşdən daha çox şey verdi. Amerika Birləşmiş Ştatlarının lideri ilə daha çox qarşılıqlı əlaqə gözləyirəm. Vladimir Zelenski də bir müddət əvvəl biz nəzərə alsaq ki, oval kabinetdə bu görüş artıq Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında böyük bir uçurumun, parçalanmanın, az qala Amerika Birləşmiş Ştatlarının Rusiyanın tərəfinə keçdiyini və dünya nizamının tamamilə ayrı bir geosiyasi xarakter aldığını proqnozlaşdıranlar var idisə də, amma bugünkü mənzərə tamamilə başqa bir ortaya çıxartdığı məqamlar daha çoxdur. Necə düşünürsünüz Yeganə xanım? Vladimir Zelenskini ümidləndirən nədir? Amerika Birləşmiş Ştatları yeni bir mərhələdə mi daxil olur bax bu Rusiya-Ukrayna müharibəsinə? Bəli, mənim fikrimcə Amerika Birləşmiş Ştatları hal-hazırda 4 il davam edən müharibənin yeni bir mərhələsinə start verib və Rusiya əgər bugünə qədər Ukrayna daxilində Ukrayna mülkiyyəti ilə bağlı, onu ələ keçirməsi ilə bağlı mübarizə aparırdısa, indi hal-hazırda Amerika Birləşmiş Ştatları və Ukrayna arasında imzalanmış təbii resursların istifadəsi, birgə istifadəsi fondun yaradılması, bu fondun Ukraynanın bərpasına, müdafiə sənayesinə xərcləməsi üzərindən, nəzarət mexanizmləri üzərindən hal-hazırki dövrdə Ukraynaya belə deyək də tuşlanmış silahlar Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə tuşlanıb. Fərq buradadır. Və o yüzdən də Amerika Birləşmiş Ştatları prezidenti ilə Zelenskinin oval kabinetdəki görüşünü digər 15 dəqiqəlik görüşündən fərqləndirən məqam odur, yəni bu. Amma ümumi nə baş verir sualının bir neçə, nəyə dəyişib bir neçə cavabı var. Bildiyiniz kimi 4 ildir qeyri-müəyyən nəticəli bir müharibə var. Bu müharibənin bitməsi üçün üzdə görsələn çoxlu səylər olmuş olsa da, amma faktiki işlək səylər müharibənin daha da artmasına gətirir, çıxarır və müharibənin 4-cü ilində artıq bu dini səviyyəyə keçməyə çalışır. Çünki mənim xatırladığım və ümumiyyətlə ən yeni tarixdə birinci dəfədir ki, pontifik hər hansı bir prosesin, müharibənin getməsi ilə bağlı bu qədər aqressiv, bu qədər sərt, belə deyək, ritorikayla çıxış edir və bu ritorikada da faktiki olaraq Rusiyanın Ukrayna vasitəsilə Ukraynada sivil dünyanın mübarizə apardı. Sivilizasiyaların toqquşması sanki yenidən alovlanır, xüsusilə də dini mövhumat adı altında. Bu dəyərlərə qarşı həm Rusiya-Ukrayna müharibəsi fonunda, həm digər müharibələr fonunda, həm də Pontifikin fikirləri belə idi ki, Rusiya Ukrayna daxilində, Ukraynanın uğrunda mübarizə apardığı bütün dəyərlərə qarşı vuruşur. Əgər sual olunsa ki, hansı dəyərlərdir bu dəyərlər? Azadlıq, insan azadlığı, azad müqəddəratın təyin etmə, xalqların azadlığı və s. və ilaxır. Və nəticədə də inam azadlığı, çünki pontifik enində sonunda həm də dindar bir dini, belə deyək, məsələdən qarışır. Amma hal-hazırki mərhələdə belə deyək də danışıqları dəyərləndirsək, mövcud formatları, Ramştayn formatı, İstanbul formatı, digər Amerika Birləşmiş Ştatlarının özünün olduğu format, Ər-Riyaddakı format və s. Bu formatların uğuru ilə bağlı məsələni danışsaq, son 4 ildə cəmi bir format, 2022-ci ildə imzalanmış İstanbuldakı razılaşmalar ümumilikdə Ukraynanın gələcəyi üçün, Ukraynanın bütövlüyü üçün zəmin verəcək tək format idi. O nə idi? Həmin dövrdə faktiki olaraq Rusiya ancaq belə deyək, aneksiya olunmuş Krımdan kənarda, ilhaq olunmuş Krımdan kənarda bütün ərazilərdən geri çəkilirdi və Ukrayna özünün Rusiyanın hətta referendum keçirəcək dediyi, həmin dövrdən söhbət gedir, keçirəcək dediyi ərazilərdə də kifayət qədər geri çəkilmə ilə bağlı razılaşması var idi. İqtisadi məsələlər bu qədər Ukrayna xalqının əleyhinə deyildi və s. Amma indiki danışıqlarda, İstanbul danışıqları, daxili danışıqlarda bir nəticə yoxdur. Nəticənin olmamasını şərtləndirən bir neçə ölkələr daxili və qlobal faktlar var. Qlobal faktorlar ondan ibarətdir ki,
dünyada qlobal dəyişikliklərin, yəni çökmüş bir sistemin yerində formalaşmağa çalışılan, təxminən bu 1-ci Dünya müharibəsindən sonraki 2-ci Dünya müharibəsinə qədər formalaşmış, bu 2-ci Dünya müharibəsindən sonra bizim hamımızın günü bugün də bitməsini yaşadığımız bu sistemin formalaşmasına oxşar bir proses gedir. Bu haqda bir dəfələrlə daha öncə Dünya nizamına keçiddə belədir. bu dünya nizamında faktiki olaraq Ukrayna belə deyək, üydülür demək olar. Çünki bu prosesin hərəkət verici qüvvəsi kimi, bu prosesin baş verdiyi proses mexanizmi kimi Ukrayna görsəlir. Burada 1 milyona yaxın insan deyilənə görə rəsmi 400 min etiraf ediblər, amma belə 1 milyona yaxın insanın tələf olması ilə bağlı məlumatlar var. Orada qaytarılmayan itkilər ümumi götürülür. Rusiya-Ukrayna tərəfindən 1 milyon, onun 400 mini Ukraynaya aiddir, 600 mini də Rusiya. Qaytarılmayan o demək ki, belə deyək, sıradan çıxarılanlar və yaralılar. Bəli, məsələ ondadır ki, biz daha çox, bütün dünya daha çox Ukraynanın itkilərindən danışır. Amma ümumi biz baxsaq və az öncə də sizin sual verdiyiniz bu qlobal digər təsirləri analiz etsək, onu görürük ki, faktiki olaraq əgər Amerika Birləşmiş Ştatları Ukraynanın təbii resursları uğrunda mübarizədə qısa bir müddət üçün çox imperialist üsullar deyək, çünki bunun başqa üsulu yox idi. O Oval kabinetdə baş verən, ondan sonra sən mütləq bunu imzalamalısan kimi təkid diplomatiyadan kənar idi. Bu sadəcə belə deyək də elə Amerikan reality filmlərində olduğu kimi bir şirkətin... Amerikan sayağı. Bəli, Amerikan sayağı idi. Bir şirkətin ələ keçirməsinə təxminən oxşuyurdu. Amma məsələ ondadır ki, qlobal digər bir güc də Rusiyanı məxməri ekspansiya edir. Şərqdən Rusiyanın faktiki olaraq istər portları olsun, istər resursları olsun və s. bunların hamısında Çin var, Çin faktoru var və bugün üçün qlobal iqtisadi nizamda, adına Bretton Woods dediyimiz bu iqtisadi nizamda iki böyük oyunçu... Nəinki iqtisadi və geosiyasi nizamda Çinin idarəçiliyinə bir roluna sonra gələrik. Mən onu demək istəyirəm ki... Məhz Vatikan danışıqlarına Tural müəllim də mövqeyini alaq. Bunu yekunlaşdırıb. Məsələ ondadır ki, bugün dediyimiz bu Bretton Woods sistemində iki qlobal oyunçu Rusiya-Ukrayna müharibəsi üzərindən öz mövqələrini qlobal səviyyədə möhkəmləndirir, bölür, parçalayır. Bunu belə demək lazımdır. Bəli, Vatikan danışıqları Ukraynaya nə vəd edir? Zelenski 15 dəqiqəlik danışıqları niyə o 4 saata yaxın səhv etmirəmsə davam etmişdi Oval kabinetdəki danışıqlar və daha əvvəlcədəndən planlaşdırılmış plan üzrə gedən danışıqlardan bax bu fərqi nədədir? Niyə Vladimir Zelenski bax bu qədər ümidli, inamlıdır və ümumiyyətlə Donald Trumpla Zelenski arasında 15 dəqiqədə nə baş verib ki, bax bu qədər dəyişiklik biz şahid olduq. Əvvəla qeyd edeyim ki, Şahilə xanım, doğrudan da bu müharibənin bitməsi ilə bağlı hər iki tərəfdən istək olsa da, həm də biz nəzərə almalıyıq ki, bu istəklər sadəcə olaraq reallığa çevrilməsi mümkün olmayan istəklərdir. Niyə? Birincisi, Rusiya tam qəti şəkildə istəyir ki, Ukrayna yazılı şəkildə zəmanət versin ki, o bundan sonra Krım və yaxud da Donbasa hansısa bir məqamda özünün olması ilə bağlı təkliflər, tələblər irəli sürməyəcək. Bugün Ukraynada hətta müharibənin ən kəskin və hətta ən məğlub olmuş bir vəziyyətinə gəlib çatsa belə, mən düşünürəm ki, istər Volodymyr Zelenski və yaxud da hansısa bir siyasi lider belə bir sənədə imza atacaq deyil. Çünki Krımdan və Donbasdan Ukraynanın imtina etməsi bugüne qədər Ukraynanın verdiyi çox sayılı şəhidlərin sanki boşuna verilməsi kimi bir fon yarada bilər. Rusiya isə hər dəfə İstanbul danışıqlarında və yaxud da digər Ərəbistandakı danışıqlarda hansısa nəticənin əldə olunmaması ilə bağlı bir fon yaradır. Burada çox açıq aydın olan bir məqam var. Rusiya istəyir ki, Ukrayna siyasi rəhbərliyi elə bir sənədə imza atsın ki, orada Ukrayna siyasi qərar vericiləri, yəni başda təbii ki, Prezident Volodymyr Zelenski və əgər Zelenskinin özü imza atmırsa, onun belə deyək də təlimatlandırdığı, onun prezident aparatının müşaviri ola bilər və yaxud da onun köməkçisi ola bilər. Bir sənədə imza atsın və burada Ukrayna rəsmi şəkildə bundan sonra Krıma və yaxud da Rusiya tərəfindən tutulmuş ərazilərə gələcəkdə hansısa bir formada iddia irəli sürməsin. Bu isə mümkünsüzdür. Ona görə bir daha qeyd edirəm ki, bu Ukraynanın indiyə qədər apardığı işğala qarşı mübarizənin belə deyək də öz dəyərini itirməsi demək olardı. Ona görə də biz bu danışıqlarda bundan sonra bəli İstanbulda yenə danışıqlar olacaq mı? Olacaq, çünki həm Rusiya, həm Ukrayna tərəfi yaxşı
yaxşı görür ki, Türkiyə bu məsələdə doğrudan da obyektiv və kifayət qədər dürüst vasitəçidir. Bir tərəfdən Türkiyə beynəlxalq hüquqa hörmət edir, Ukraynanın ərazi bütövlüyünü sonuna qədər çox açıq formada dəstəkləyir, amma digər bir tərəfdən digər Qərbi Avropa ölkələri kimi Türkiyə Rusiya ilə körpüləri yandırmır. Çünki yaxşı başa düşür ki, Türkiyənin Rusiya ilə körpüləri yandırması nəyə səbəb olacaq? Gələcəkdə müharibədə hansısa dağıdıcı fazalar olanda onun loyallaşdırılması və yaxud da Rusiya ilə Ukrayna arasında danışıqların aparılması üçün ehtimal qalmayacaq. İndi bugün açıq aydın, bəli, Avropa haqlıdırmı? Haqlıdır, amma indi görürsünüzmü? Nə Fransa, nə Britaniya, nə Almanya, Nə də haqlıdır. bəli, Rusiyanı heç bir formada Rusiyanın hansısa bir yetkilisi ilə, rəsmi şəxsi ilə danışıqlar apara bilmirlər. Yəni faktiki olaraq bu müharibənin bir tərəfi Rusiyadır. Ukrayna ərazilərini tutan da Rusiyadır və Rusiya ilə danışa bilmədən mətbuat bəyanatları verərək, mətbuat brifinqləri keçirərək və yaxud da hansısa bir formada mesajlar verərək, öz daxili auditoriyası üzərindən hansısa Rusiya ilə bağlı fikirlər səsləndirərək yetkin bir nəticəyə gəlib çıxa bilməyəcək. İndi məqam o halı gətirib çatdırır ki, bugün Ukrayna yaxşı başa düşür ki, o heç bir formada Rusiyanın təklif etdiyi o sənədə imza atmayacaq. Bağlı qapılar arxasında bir mənalı şəkildə, mən sizə, yəni bu, təbii ki, bununla bağlı bir çox analitik yazılara biz rast gəlirik, təhlillərə rast gəlirik. Rusiyanın irəli sürdüyü şərtlər Ukrayna üçün dövlətçilik böhranına səbəb ola biləcək şərtlərdir. Amma digər bir tərəfdən Donald Trump'ın məsələn ilk inaugurasiyasından sonraki ilk bir aya nəzərə salaq, o həmin bir ay ərzində Ukraynadan doğrudan da çox böyük gözləntilər var idi. Baxmayaraq ki, Trump həmişə iqtisadi kimlik üzərinə qurulmuş bir siyasət həyata keçirdiyi üçün Biden dövründə Amerika Birləşmiş Ştatlarının Ukraynaya verdiyi yardımları sorğuluyur və bugün də o məsələyə skeptika ilə yanaşır və baxın, Amerika Birləşmiş Ştatlarının daxili siyasəti üçün ABŞ Dövlət Departamentinin açıqladığı bütün narrativlər ancaq Amerikan vətəndaşlarının vergiləri hesabına Amerika dövlət büdcəsinin xaricdə hansısa ölkələrə yardım şəklində ötürülməməsinə yönəlibdir. Və biz bilirik ki, son 2-3 il ərzində Amerika Birləşmiş Ştatlarının ən çox yardım ayırdığı ölkə Ukrayna olubdur. Digər bir tərəfdən həm də Amerika Birləşmiş Ştatları, burada biz bir məqama diqqət yetirməliyik. Biz indi Ukrayna ərazilərindəki o faydalı minerallardan bəhs edirik, amma bugün özəlliklə hibrid avtomobillərin inkişafı dövründə elmin, texnikanın hibrid texnologiyaya yönəldiyi bir dövrdə lityum və digər o faydalı materiallarda Amerika Birləşmiş Ştatlarının Çin Xalq Respublikasından Jalə xanım çox əzici bir asıllığı var. Yəni bugün Amerika Birləşmiş Ştatlarının Çindən ən böyük ithal etdiyi belə deyək də məhsullar həmin o faydalı qazıntılar hansı ki onların içərisində çoxdur növləri və indi Ukrayna əraziləri onlar üçün Amerikanın Çindən bu sahədəki asıllığını həm də aradan qaldıran yeni bir meydandır, platformdur. Amma bir daha qeyd edirəm ki, bugün Avropa İttifaqı nə qədər ki Rusiya sırf zəifləsin deyən bu müharibənin davam etməyində maraqlıdır. Bizim həmişə o dediyimiz klassik Amerikan Anglo-Sakson siyasi dünya görüş forması dəyişən dünya düzəni ilə birlikdə dəyişirsə, sıradan çıxırsa və bütün ənənəvi siyasi yanaşmalar və dəyərlərdə bir çöküş yaşanırsa, bu müharibənin tezliklə sülhlə yekunlaşması ilə bağlı da mən təəssüf ki, o qədər də müsbət düşünə bilmirəm. Yəni uzun çəkəcək proses, əlavəniz var. Bəli, əlavəm xüsusilə Rusiya hakimiyyətinin Ukrayna hakimiyyəti ilə bağlı və ümumilikdə sülh danışıqlarındakı şərtlərlə bağlı Ukraynanın mövqeyinə fikridir. Rusiya prezidenti Vladimir Putin çox asan gecə saat 2-də mesajını verdi ki, o Ukraynada sülh sazişi ilə bağlı hər hansı bir sənədi kimlə imzalaması ilə bağlı əminliyi yoxdur. Bu ilk dəfə deyil ki, Ukraynanın, siz xatırlayırsınızsa bizim sizinlə burada hədəfdə bir dəfə də müzakirəmiz ona olmuşdu ki, əslində Amerika Birləşmiş Ştatları ilk dəfə məhz seçkilər məsələsi üzərindən Zelenskinin legitimliyinə şübhə salmışdı. Düzdür, hüquqi cəhətdən bu məsələ həll olundu Ukrayna daxilində. Amma Rusiyanın fikri ondan ibarətdir ki, hal-hazırki dövrdə Zelenski ilə bu sənədi imzalamaq olmaz. İki şərti var. Bir legitimliyi məsələsi. Bəli. Amma məsələ sanksiyaların bəli, məsələ ondadır ki, hal-hazırki dövrdə istər Rusiyanın, istər bütün dünyanın Ukraynadan istədiyi məsələsi hər hansı bir məmurun, hər hansı bir prezidentin səlahiyyətləri çərçivəsində həll olunacaq, imza atılması ilə razılıq veriləcək məsələlər deyil. Burada konstitusional məsələlər var. Bir ölkənin ərazisi ilə bağlı bölmələrə, hətta kənar təsirlərlə müdaxilələr nəticəsində bölmələrə qərarı mövcud beynəlxalq nizamda
daxili konstitusiyaların əsasları vacib, yəni beynəlxalq hüquqla sənədlər zəmanət Bəli. verir. Amma işdir bunun dəyişilməsi məsələsində olanda Ukrayna daxilində bir referendum keçirməsi ilə buna bir xalq razılıq verməlidir və aydın məsələdir ki, Zelenski heç vaxt buna getməyəcək, çünki buna gedə də bilməz, çünki konstitusiyanı. İkinci bir məsələ Amerika Birləşmiş Ştatlarının yenə də Ukraynadan istədiyi bu minerallar məsələsində sazişin belə razılaşması baxmayaraq ki, razılaşma gedib, ilkin start başlayıb və s. bunun özü belə yenə də Zelenskinin imzası ilə veriləcək bir sənəd deyil. Çünki ölkənin təbii resursları ilə bağlı, onun uzun müddətli hesabda həll olunması ilə bağlı Nazirlər Kabinetinin Hüquqi əsasların konstitusiyadadır və son 3 ildə müxtəlif adlar altında daxili resurslar, Avropanın resurs mərkəzi, qlobal resurslar mərkəzi və s. adı altında layihələr, qanunverici layihələr təqdim etməklə bir formada buna bir legitimlik yeridirməyə çalışılır, amma Ukrayna daxilində milli qruplar buna icazə vermir. Və nəticədə hansı nəticəni alırıq biz? Bugün üçün nə Amerika Birləşmiş Ştatlarının, nə Rusiyanın Ukraynadan istədiyini Zelenski verəcək səlahiyyətdə, gücdə deyil. Amma ona görə də səbəbi Zelenski də budur. bugün dünyadan, xüsusilə də qərbdən özünə dəstək istəyir. Mən istərdim ki, məhz onun fikirlərinə bir daha diqqət yetirək. Volodimir Zelenski məhz qərbə yenidən müraciət edərək deyib ki, yəni müharibənin alovun qarşısının alması üçün özünün istəklərini açıqlayıb və qeyd edir ki, Volodimir Zelenski dünyada birlik olsa və dünya bizim tərəfimizdə olsa, Putin müharibədə heç cür qalib gələ bilməz. Bu mümkün deyil. Buna görə də o, ancaq çox-çox uzun illər davam edən müharibə və sanksiyalarsız olsa qalib gələ bilər. Onun həqiqətən də istədiyi budur ki, çünki bu müharibə üçün ona pul lazım olacaq və Putin ölənə qədər Kremldə oturmaq istəyir. Bu, onun məqsədidir. Rusiya iqtisadiyyatı neft və enerjidən asılıdır. Ona görə də bu sahələrə qarşı sanksiyaların mümkün qədər tez tətbiq edilməsi lazımdır. Statın sonu Volodimir Zelenskinin son dünyaya müraciəti çağırışları idi. Qərbdən dəstək istəyir və qeyd edir ki, əgər Qərbin dəstəyi olarsa və bu proses uzun müddət davam edərsə, Rusiya bu müharibədə məğlubiyyətə uğrayar. Mən istərdim ki, biz Türkiyəyə bağlanaq. Türkiyənin də mövqeyi çox vacibdir. Sonra hörmətli qonaqlar, sizinlə müzakirələrimiz davam edəcək. İsmail Cingöz bizi xəttə gözləyir və salamlayırıq onu. İsmail bəy, xoş gördük sizi. Bizim müzakirələrimiz davam edir və siz də elə ilk başlanğıcdan bizi bu müzakirələri izləyirsiniz. Bəli, və bir qədər əvvəl mən Volodimir Zelenskinin müraciətini açıqladım. Qərbdən bir dəstək istəyi var idi və yeri gəlmişkən elə Fransa, İspanya, Ukraynada, eyni zamanda bax bu sıraya Qərb dövlətlərinin sırasına Almaniyanı, İsveçrəni və 13 dövləti əlavə etmək olar ki, onlar Ukraynada yeni dronların istehsalına başlamağı haqqında belə bir çağırış eləyiblər, belə bir şifahi razılığa gəliblər. Necə düşünürsünüz? Nəticələr necə ola bilər? Bu, yenidən Rusiya-Ukrayna müharibəsinin alovlanması deməkdir. Daha da böyük güclərin bu prosesə cəlb olunması deməkdir. Bax, Türkiyənin baxışları nədən ibarətdir? Çünki Türkiyə burada biz hətta deyə bilərik ki, vasitəçi rolunda çıxış edir və regional bir güc olaraq geosiyasi proseslərə təsir gücü böyük olan dövlət kimi özünün burada öz mexanizmlərini konkret olaraq ortaya qoyur. Bax, nədir Türkiyənin təsir qüvvəsi? Bugün bu alovlamanın qarşısını ala bilərmi? Və xüsusilə də mən qeyd etdiyim kimi bu Qərbin yeni planları, silah istehsalına dair yeni planları Rusiya-Ukrayna müharibəsini nə dərəcədə alovlandıracaq? Hansı səviyyəyə qədər alovlandıracaq? 3-cü Dünya müharibəsinə mi həqiqətən gətirib çıxaracaq? Fikir, məqsəd, niyyət bundan mı ibarətdir? Buyurun, söz sizdə. Öncelikle hoş gördük Şahane Hanım. Size ve konaklarınıza selamlarımı gönderiyorum. İyi yayınlar diliyorum. Burada sizin de söylediğiniz gibi ve konuklarımız da biraz önce zaman zaman değindiler. Fransa ve İspanya Ukrayna'da silahsız hava araçları ve insansız hava araçlarıyla dronların üretimiyle alakalı tesisler kurmak istediklerini görmekteyiz. Özellikle Fransa Savunma Bakanı Lecornu bu konuda yapmış olduğu açıklaması var. Önemli. Biz bu konuda Ukrayna'nın tecrübelerinden ve istifade etmek istiyoruz. Onlar bu konuda oldukça tecrübeliler
biz üreteceğiz, oraya göndereceğiz ve onların da teknolojik olarak bize katkılar sağlayacağını, onların Ukrayna mühendislerinden istifade edeceğimizi biliyoruz diye bir açıklaması var. Yani Ukrayna ile Fransa aralarında teknoloji transferi yapacaklar. Buraya İspanya'da ayrıca dahil olmak istiyor kendi müstakilen. Bir de sizin de söylediğiniz gibi Almanya ve İsveç ile birlikte 13 tane ülke elektronik harp savaş tekniklerini Ukrayna'da tesis etmek, kurmak istiyorlar. Bunun amacı nedir? Ukrayna'yı çok ultra sevdikleri amacıyla değil. Ukrayna'nın yeraltı ve yerüstü kaynaklarının paylaşımında, kıymetli toprak minerallerinin paylaşımında bu toprakları Amerika'ya tamamen kaptırmak istemediklerini altını çizmek lazım. Yani tırnak içerisinde en önemli sebebi Ukrayna'nın zenginliklerini Amerika'nın tek başına paylaşımında kapmasını, almasını istemiyorlar. Özellikle bunu bir paylaşım savaşı olacak. Ukrayna'nın zenginliklerinin paylaşımı hedefli olacak. Bir de yeni bir dünya sistemi kurulmaktadır. Yeni dünya sisteminde bu 2045 vizyonu olarak geçmekte. 2045 vizyonuna göre dünyada doğuda Çin'in liderliğinde bir kutup, batıda İngiltere'nin liderliğinde bir kutup inşa edilmekte. Ve bu inşa sürecinin de Orta Kuşak bölgesinde Türkiye, Türkistan coğrafyası, Türk Devletleri Teşkilatı bulunmakta ve ileriki uzantısında da Karadeniz'in kuzeyinden geçecek olan hatta da Ukrayna var. Bu yeni dünya sisteminin paylaşımında Avrupa ülkeleri, özellikle Almanya ve Fransa yeni dünya sistemine güçlü bir ülke olarak girmek istiyorlar. Hatırlarsınız 2. Dünya Savaşı'ndan sonra 1945'ten itibaren Almanya ve Japonya, İtalya ile birlikte bu savaşta yenik ayrılmışlardı. Yani yenilmişlerdi. Yenildiklerinden dolayı da Birleşmiş Milletler tarafından Amerika'nın başçılığında bu ülkelere silah ambargosu konuldu ve bu ambargolar halen devam etmekte. Yani Almanya, Japonya ve İtalya silahlanma konusunda kısıtlama altındadırlar. Birleşmiş Milletler'in ve NATO'nun ilgisi dahilinde silah üretirler ve bunları hemen o talep eden ülkelere satarlar. Almanya topraklarında belli bir miktarın üzerinde askeri ekipman bulunduramaz ve belli bir sayının üzerinde sembolik bir askeri birlik haricinde asker bulunduramaz. Bu nedenledir ki yeni dünya sistemine özellikle Almanya sık sık Rusya bize saldıracak, Rusya bize saldıracak diye vurgu yapmasının sebebi bu ambargoyu kırarak askeri açıdan güçlenmenin yollarını aramaktadır. Yani burada Rusya'yı paravan olarak kullanmaya çalışmaktadır. Bu nedenledir ki yeni dünya sisteminin bir paylaşım, yeni bir dünya sisteminin teknik ve elektronik harp olaraktan farklı bir konsepte büründüğünden dolayı kıymetli toprak mineralleri öne çıkmaktadır. Bunların hepsini birleştirdiğimiz zaman Avrupa ülkeleri Amerika'yı da karşılarına alma pahasına ki Amerika Birleşik Devletleri de Ukrayna'nın zenginliklerinin paylaşımında Avrupa'yı yok saydı ve tek başına oraya konmak istedi. Tek başına sömürü mantığını yürütmek istedi. Böyle bir konsept var. Bu arada da Amerika Birleşik Devletleri'nin en büyük hedefi Çin'i kuşatmak. Çin'in yükselişini durdurmaya çalışmak. Özellikle Trump'ın önceki başkanlık döneminde de bu başkanlık döneminde de Çin'i kuşatma altına almak ve gelişimini engellemeye çalışmaktır. Bu uğurda Rusya'nın Çin ile ittifakını engellemek için Ukrayna üzerinden Rusya ile bir ittifak yapma hamlesi var Trump'ın. Yani Çin ile ittifak yapmasın diye Avrupa'yı bile yok sayarak Rusya ile yakınlaşıp Ukrayna'nın topraklarını sömürme mantığı yürütmektedir. Böyle bir bakmak lazım. Yani geniş kapsamlı yeni 3. Dünya Savaşı mantığıyla değil ama yeni dünya sistemiyle herkes ülkeler saflarını, taraflarını yeniden belirlemeye çalışmaktadırlar. Bu paylaşım ve kamplaşmanın orta kuşağında da Türkiye, Azerbaycan, Türk Devletleri Teşkilatı yer almaktadır ve bu politikayı da Türkiye merkezli Türk Devletleri Teşkilatı'nı komple söylemek lazım. Tarafsız bir şekilde çok iyi yönetmektedir bu süreci. Türkiye hem Rusya ile hem Ukrayna ile muazzam bir şekilde tarafsızlığını yürütebilen yegane ülkedir. Ve Türkiye'nin bu tarafsızlığı da İstanbul görüşmelerine kapı açan bir adım olmaktadır. Hep önümüze bu gelmektedir ve Türkiye'nin olumlu
manada bu coğrafyadaki güvenilirliğini ortaya çıkartmaktadır. Geçtiğimiz yıllarda hatırlarsınız yine tahıl koridoru sözleşmelerinde yine Türkiye'nin arabuluculuğuyla bu tahıl koridoru sözleşmeleri gerçekleşmişti ve Türkiye hem Ukrayna'nın hem Rusya'nın sömürü mantığıyla değil, iyi komşuluk ilişkileriyle diyaloglarını yürüten bir ülke konumuyla iki tarafı ortak müşterikte bir araya getirme hedefleri vardır. Ama Türkiye tabii ki bu arada az önce konuklarımızdan söylenmişti. Ukrayna'nın toprak bütünlüğünü elbette ki istemektedir ve Kırım'ın 2015'te Rusya tarafından ilhakını hala Türkiye tanımamıştır. Ama Rusya ile de diyaloglarını sürdürmektedir. Çünkü bu coğrafyada Türkiye'nin Rusya ile stratejik ilişkileri vardır. Aynı zamanda Türkiye'nin Ukrayna'yla da stratejik ilişkileri vardır. Bu yeni dünya sistemi kurulurken iki ülkeden birini tercih etmek ve tercih etmek zorunda kalmak Türkiye'nin geleceği ve yeni dünya sistemindeki Türk Devletleri Teşkilatı'nın geleceği için mantıklı olmayacaktır ve Türkiye bu konuda çok iyi bir politika izlemektedir. İsmail bəy, bəli, biz xahiş edəcəyik sizdən interaktiv olaraq müzakirələrimizə davamlı şəkildə yenidən qaydasınız. Çünki fikirləriniz olduqca maraqlıdır və bizim ikinci mövzumuz da var Cənubi Qafqazda sülh prosesi, hansı ki Türkiyənin də bu prosesdə rolu çox böyükdür və siz Azərbaycan Türkiyənin regionun təhlükəsizliyinə təsirini və Türk ailəsinin daha da birləşdirilməsində katalizator rolundan çox gözəl olaraq vurğuladınız. Amma elə çox bu yaxınlarda Azərbaycan, Türkiyə, Pakistanın da birgə çağırışları, bax bu bir bədəndə üç ruh olaraq yeni bir sistem qurularaq bu təhlükəsizlik sisteminə təsirləri barədə müzakirələrimizi davam etdirəcəyik. Amma bir qədər sonra, çünki istərdim ki, elə sizin fikirlərinizi həmkarınız İlham müəllim davam etdirsin. Təşəkkür edirəm. Bir qədər sonra sizə qayıdacağıq. Bax, İsmail bəy qeyd etdi ki, bax bugün Qərb, hətta 13 dövlət müxtəlif istiqamətlərdə daha doğrusu Ukraynaya özünün silah yardımını daha da gücləndirəcək. Hətta silah nəinki ixracına, istehsalına da başlayacaq. Burada artıq texnoloji müharibədən söhbət gedir və texnoloji müharibə yeni bir sınaqlar qarşısındadır. Sanki Ukrayna bir meydandır, platformadır, bir platsdarm olaraq Qərb özünü bir texnoloji müharibədə yenidən sınaqdan keçirdir. Bax, necə düşünürsünüz? Bax, qeyd etdiyi İsmail bəyin o texnoloji dəstəyin, xüsusilə də yeni silahların istehsalının bu müharibənin alovlanmasında rolu nədən ibarət olacaq? Fərəd xanım, indi baş verənlərini sahədə ən azından Ukrayna ilə Rusiyanın müharibəsində gördüklərimiz onu göstərir ki, artıq müharibə asimetrik qüvvələrin müharibəsinə çevrilib. Yəni, yeni texnologiyalarla dəstəklənən hücumların həyata keçirilməsi onu göstərir ki, artıq kimin əlində güc daha çoxdur, yox da kim yeni texnologiyalarla müharibələri dəstəkləyə bilir, ağıllı idarə edə bilirsin. Ağıllı idarə edir. Belə deyək, qərargahlar tərəfindən yeni müharibə səviyyəsinə keçirdə bilirsə də ki, Ukrayna əslində bu FPV dronların tətbiqi üzərindən biraz uğurlu sayılır asimetrik müharibə elementi olaraq. Təbii ki, bunun arxası dəstəklənməlidirmi? Ən azından görünən odur ki, hər iki tərəf ortalama gün ərzində 1000-ə yaxın FPV dron istifadə edir. Bu deməkdir ki, bunun istehsalı elə bir həcmə gəlməlidir ki, gündəlik bu istifadə olunan dronların yeri doldura bilsin. İndi bunu əslində vəsait olaraq ki, Ukraynanı dəstəkləyə bilərlər, dediyimiz bu infrastrukturu yarada bilərlərmi, yaradacaqlar. Çünki Ukraynanın özü də artıq belə deyək, bütün müharibələr tarixində FPV dronların istehsal edən bir ölkə halına gəlib, özü də öz gücü ilə xüsusi hərbi əməliyyatları dediyiniz o hörümcək toru əməliyyatı planlanması da Rusiyanın xarizmasına çox ciddi təsir edir. İndi gətirdiyim məsələ odur ki, bu müharibəni Tural bəy dedi, sonlandırılması görsənmir. Müharibə sonlanmalıdır da, amma dediyimiz bu proseslər ki, baş verir sahədə Ukraynanı dəstəkləyən güclər... İsmail bəy nə dedi? Çox üzr istəyirəm. 2045-ci ilədək yeni dünya nizamının
yenidən düzəmlənməsinə görə bu prosesin elə davam edəcəyi gözlənilir. Yəni 2045-ə hesablanıb. Ortalama indi belə deyək də, o yeni dünya nizamının bitməsi prosesi bu ağırlı proseslərdən, müharibələrdən keçərək hesablanır ki, gəlib belə deyək də, yeni soyuq müharibə dövrü 45-ci ildən sonra başlaya bilər. Amma real görsənən odur ki, müharibənin bitməsi üçün mən öz müharibəmizdən deyəcəm də, iki hal baş verməlidir ki, müharibə sonlansın. İndi bizim müharibənin üzərindən deyim ki, tam da aydın olsun izləyicilərə. Bizdə 94-cü ilin atəşkəsi nəyin üzərindən baş verdi? Ermənilərin hücum qruplaşmasının qüvvəsi bitmişdi, bizim əks hücum əməliyyat keçirəcək qüvvəmiz qalmamışdı. Yəni status quo elə yarandı ki, o olmazsa olmaz idi. Ukraynada bugün bu vəziyyət yaranıb mı? Yaranmayıb. Yəni, nə Rusiyanın qüvvəsi bitməyib, nə Ukraynanın qüvvəsi bitməyib ki, iki tərəfdən biri buna razı olsun, hər iki tərəf. İkinci halda baş verir ki, müharibələr o zaman bitir ki, müharibə edən tərəflərdən biri kapitulyasiya edir. İkinci bizim, belə deyək də, vətən müharibəmizin nümunəsi. Yəni, təbii ki, bizim müharibə də, yəni bir dövlət o birinin üzərindən məğlubiyyətini qəbul edən tərəf qəbul edir də, müharibə belə sonlanmalıdır. İndi Rusiya-Ukrayna müharibəsində biz onu görürükmü? Görmürük. Demək ki, bu iki şərt yetişmədikcə müharibəni dediyiniz o dövlətlər də, dediyimiz o 13 dövlətin də devrəyə girməsi ilə bu sürünən müharibə sürəcini zamanı uzadacaqlar. Bu zamanı uzananda nə baş verməlidir? Onlar düşünür ki, Rusiyanın strateji məğlubiyyəti baş verməlidir. Çünki Rusiya indi sanksiyaları da Amerika Birləşmiş Ştatlarının gücü ilə əlavə etsələr sahədəki məğlubiyyəti və onun iqtisadi gücünün çökməsi nəticəsində Rusiyanın parçalanması əslində birinci hədəfdir. Yox olması, parçalanması, məğlub olması. Çünki o NATO'nun şərqə doğru genişlənmə proqramının əsasında budur. Ondan sonra keçid Çinə keçəcək. Belə deyək, Türkiyədə mütəxəssisimizin qeyd elədiyi kimi Çin əsas hədəfdir. Amma Rusiya bitmədən Çinə başlamırlar. Çünki bu ferzolaq Rusiyanın üzərindən yaranır. Düşünürüm ki, indi şərtlər elə gətirilməlidir ki, sahədə Tural bəy qeyd elədiyi kimi Ukrayna bu şərtlərin heç birini qəbul etmədiyi sürəcə və yaxud Rusiya bu sahədə baş verənlərin vəziyyətinin 2022-ci ilə qayıtmaq qəbul etməsə o şərtlərin, biz hələ sizlə müharibəni ən azından 2025-ci ilin sonuna qədər müzakirə edəcək. Desəniz ki, Ukrayna bunu 2027-ci ilə qədər Beynəlxalq Valyuta Fondunun vəsaitləri ilə gözə alıbmı ki, oradan vəsait gəlsin dediyiniz bu texnoloji dəstək üzərindən ayaqda dura bilərlər, Rusiyanı dayandırmağa çalışarlar. Amma görünən odur ki, sahədə müharibənin sonlanması üçün nə Ukraynadan, nə Rusiyadan heç bir konkret mesajlar verilmir. Bir əlavə eləmək istəyirəm. Bir cümlə əlavə eləyim. Ümumiyyətən, bizim vətən müharibəsindən bəhs elədi Elxan müəllim. Doğrudan da bugün həm işğala, həm də terrora qarşı elən yaxşı örnəyi Azərbaycanla Türkiyə yaradıb. Bizim torpaqlarımızı işğaldan azad etməyimiz, Xankəndidə bir sutkadan da davam edən antiterror əməliyyatlarımız, bu yaxınlarda Türkiyənin, Türk dünyasının qəlbinə yerləşdirilmiş PKK terror lənəti bir dəfəlik bitirməsi yaxşı örnəklərdir. Amma indi İsmail bəy söylədi. Hətta az öncə mən Pakistanın bu prosesə qoşulmasını dedim. Pakistan da Hindistana ağ bayraq qaldırdı. Yəni, belə məsələlərdə rəqəm demək çətindir Jalə xanım. Amma bax, siz söylədiniz, Hindistan, Pakistan qarşı durması gördünüz, qısa bir müddətdə baş verdi və bu dünya üçün necə böyük risklər etv elirdi. Amma bu problem həll olundu mu? Yox. Çünki Kəşmir məsələsi həll edilməyib. Və yaxud da Rusiya ilə Ukrayna arasında laf deyək ki, günü sabah bir saziş imzalandı. Düzdürmü? Amma bunun bir garantiyası var mı? 10 il sonra, 15 il sonra, yəni Ukraynada hər zaman Krım, Donbas məsələsi həssas bir mövzu olacaq. Və yaxud da bir məsələni də son olaraq bir cümləni də deyim. Yəni bizim gördüyümüz odur ki, biz dünya nizamında o belə deyək də pozitiv mənzərəni yaradan Azərbaycanla Türkiyə olub. Hələ partlamaq üzrə olan gərginlik ocaqları qalır. Yəni açıq etiraf eləyək ki, yaxın şərqdə və Qəzzadakı vəziyyət o qədər dərin bir düyünə gedib ki, və tarixində bəlkə də ən ciddi vəziyyət indiki dövrdədir. Baxmayaq ki, dəfələrlə qarşıdurma olub və yaxud da Çin-Tayvan arasında müxtəlif dövrlərdə gərginlik var və bu proses də həll olunmuyor. Və yaxud da dünyanın daha təhlükəli bir məqamı Şimali Koreya və Cənubi Koreya arasında o dəhşətli bir müharibə senarisinin nə zamansa olmayacağını kim proqnozlaşdıra bilər ki? Yəni o baxımdan demək istədiyim odur ki, yeni dünya nizamında biz bəlkə də biraz belə bədbin səslənir mənim bu fikirlərim, amma konflikt harda varsa
və konfliktlər harda həll olunmayıbsa, o həmişə bütün dünya üçün çox ciddi ağrılar və problemlər gətirir. O baxımdan həm Rusiya, Ukrayna, həm də digər mənim bu sadaladığım gərginlik ocaqları, yaxın şərqdə daxil, Çin, Tayvanda daxil, bunlarla bağlı doğrudan da beynəlxalq birlik, hamılıqla prosesi həll etmək üçün səmimi iradə ortaya qoymalıdır. Qoymayacağı təqdirdə gələcəkdə qlobal iqtisadiyyat üçün çox böyük təlatümlər gözlənilir və mən hesab edirəm ki, bu bütün dünya üçün ciddi problemdir. Bir cümlə əlavə edəcəm, üzr istəyirəm. Əslində dediyiniz məsələ də indi bu müharibələrin bitməsi üçün siyasi iradə əvvəl necə baş verirdi? Beynəlxalq hüquq var idi. Beynəlxalq hüquq Birləşmiş Millətlər Təşkilatı müdaxilə eləyirdi. Müharibələrin dayandırılmasını tərəfləri məcbur edilir. İndi beynəlxalq hüquq kollapsdadır. Nə baş verir? Güc kimdədirsə, dediyiniz dondurulmuş münaqişə 10 illik, 20 illik dövlət güclənəndən sonra nə baş verir? Yenidən gücün belə deyək, hüququ sahəyə yenində ona görə 2045-ə qədər bütün bu dondurulmuş münaqişələrin sizin vaxtınızdır. İcazənizlə biz Dmitri Peskov hadisələrə münasibət bildirib və mən redaktorumuzdan xahiş edəcəm. Gəlin, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun fikirlərinə də diqqət yetirək və o qeyd edir ki, Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq. Buna görə də əlbəttə ki, indi vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq danışıqların davam etdirilməsi və növbəti raundu barədə söhbət getməlidir. Hələlik bununla bağlı dəqiq anlaşma yoxdur. Rusiya həlak olmuş hərbiçilərin meyidlərinin Ukraynaya təhvil verilməsi və əsir mübadiləsi ilə bağlı razılaşmaları həyata keçirməyə hazırlığını qoruyub saxlayır deyə statın sonu Dmitri Peskov vurğulayıb və Yegan xanım sizin gedən müzakirələrə əlavəniz var idi. Bəli. Amma mən istərdim eyni zamanda da sualımı da sizə ünvanlayım. Bax bu hörümçək torunun qarşısında Rusiya həqiqətənmi aciz qaldı? Rusiyanın yoxsa burada başqa strateji taktikası var? Çünki qlobal nizamda başqa cür bunu proqnoz edənlər də var. Buyurun. Məsələ ondadır ki, birinci əlavəm ondan ibarətdir ki, bugün üçün müharibənin 4 ildir davam etməsinin bir şərtləndirən vacib həll edici hissəsi Ukraynalı əskərin hələ də vuruşmaq istəyidir. Tamamilə doğrudur. Yəni, Amerika Birləşmiş Ştatları, Rusiyanın istəyi, Zelenskinin hakimiyyəti və s. bunlar hamısı köməkçi vasitələrdir. Əsas vasitə ortada vuruşmaq istəyən, torpaqları uğrunda candan keçmək istəyən bir xalq var. Bu birinci budur. İkinci, Ukraynadakı atəşkəsə Rusiyanın negativ yanaşması nədən ibarətdir? Rusiya bildiyiniz kimi son illər, baxmayaraq ki, SSR dövründən sonraki illərdə SSR-nin səhvlərini təkrarladırsa da, son 2020-ci ildən ən azından Qarabağda bizim apardığımız beynəlxalq hüququn da təminat verdiyi, daxili konstitusiya şərtlərimizin də əsası olduğu və regionda təhlükəsizliyin vacib zəmanəti olduğu əsas şərtlər formalaşdırdığımız o proseslərdə biraz fərqli davranmağa çalışdı və qismən öz səhvlərindən öyrənibmiş kimi deyə bilərik. İndiki mərhələdə Rusiyanın yadındadır və çox da saxlayır. Peskov daxil, digərləri, Rusiya Xarici İşlər Naziri daxil, sətir altı fikirlərindən əsas məqsədləri, məramları ondan ibarətdir ki, atəşkəsi Rusiya istəmir. Niyə istəmir? Rusiya həll edilməsini istəyir. Çünki Azərbaycan nümunəsində 28 ilə, 25 ilə yaxın atəşkəsdən sonra, yəni işğaldan başlayandan yox, dondurulmuş münaqişə halına keçməsin. Bəli, çünki Ukrayna resurslarla bol bir ölkədir. Ukrayna resurslarla bol bir ölkə olduğu kimi və kreativ bir xalqdır. Həm də müharibə təkcə Ukrayna ilə getmir, qərb kollektiv, qərb və yenə də mən gəlirəm onun üstünə ki, prosesləri Ukrayna xalqının iradəsi aparır. Yəni Amerika Birləşmiş Ştatları. Bəli, mübarizə əzmi aparır. Yəni hara hərləsək, necə onu şərh etsək də əsas o mübarizə əzmidir. Və torpaqlarını bugün əgər Zelenski zaman olaraq, məsələn, Ukrayna daxilində 2 günə bir sorğular keçir. Sorğuların birbaşa və bilavasitə sualları torpaq itkiləri ilə bağlı əhalinin reaksiyası, əhalinin negativ reaksiyası var. Hakimiyyət bundan qorxur. Bu məsələnin bu tərəfi. Sizin suala gəliriksə və necə oldu ki, dünyada hərbi hava qüvvələrinə kifayət qədər güclü olduğu çox maraqlı bir sual verdiniz. Gəlin prosesləri, məsələn, biz analitiklərin şəxsən prosesləri analiz etmə texnikasının birini mən deyim. Prosesi onlayn zaman kəsiyində deyil, ondan öncə və ondan sonraki proseslərin məsələsində sinxron
analiz edərkən, təhlil edərkən biz nəticəyə gəlir və bunun üzərindən də bəzən hətta mənim özümə də deyilən riyazi dəqiqliklə proqnozlar çıxır. Məsələ ondadır ki, 9 may parad keçirmişdi və bu paradda xarici ölkələrdən Rusiyada iştirakçılıq var idi. Və mən xatırlatmaq istəyirəm ki, 9 may üçün Rusiyanın bütün digər ərazilərindən Tatarstan daxil, yəni o biraz qismən müstəqil federal subyektlərdən söhbət gedir. Çeçenistan, Tatarstan daxil. Onların belə hərbi hava qüvvələri Moskva üzərindən eşalon müdafiə təşkil etmişdilər. Bu geniş bunu indi danışa bilərik, amma mən qısa deyirəm. Və məsələ ondadır ki, hələ o müdafiə yerinə ənənəvi dislokasiya hissəsinə gedib çatmamışdı və bugün üçün Moskvaya toplaşmış bu gücün ki, hakimiyyət onda qeyd edim ki, o gücün elə Moskva üzərində qalmasına maraqlıdır. Çünki regionlarda baş verən məsələlərə reaksiyalar fərqlidir. Moskvada baş verən proseslərə, Peterdə baş verən proseslərə Rusiya əhalisinin reaksiyası fərqlidir. Xüsusilə Peterə, baxın, digər ölkələrin hamısında. Məsələn, şimal paytaxt adlanan Peter əslində hərbi hava hücumu üçün daha ən əlverişlidir. Amma baxın, ən az belə deyək də təsirlərə, ən az hücumlara məruz qalanı. Niyə? Çünki məsələ ondadır ki, Rusiyanın ənənəvi olaraq siyasi elitasının məskəni Peterdir. Peterdə vətəndaşı qıcıqlandırmaq Rusiya hakimiyyətinin arzu etmədiyi senaridir və bu yüzdən maksimum onlar o hissələr, yəni haranı qorumaq olar, haranı qorumaq olmaz məsələsində. Amma reallıq ondan ibarətdir ki, gözümüzün önündə ilk beşlikdə olan ordunun hərbi hava qüvvələrini ilk 50-likdə olmayan, prezidentin özünün də etiraf etdiyi kimi Zelenski məsuliyyəti qismən öz üzərindən atmaq üçün qeyd edir ki, Ukrayna hərbi hava qüvvələri yox imiş. Bundan öncəki hakimiyyətlər onu formalaşdırmamışmış və sərbəyə axı çox masmus. Bu məsələlərdə məsələ ondadır ki, və buna rağmen, yəni bu qədər faktorları nəzərə alaraq gəlir onun üstünə ki, Ukrayna Rusiyanın bir gecənin içərisində çox milyonluq və bugün üçün Rusiyanın onu yenidən istehsal etmə imkanlarını, onun texniki hissəciklərini, aerodromların hücumu, aerodromlar texniki, məsələn, infrastrukturdur. İnfrastruktur bir gecə bərpa olunan məsələdir. Amma bu aparatlar dediyimiz, bu uçuş texniki vasitələr... Kəşfiyyat sisteminə belə zərbə vurulmuşdur. Deyə bilərik, Elxan müəllim. Sizin sualın bir başqa da cavabı var. Məsələ ondadır ki, Rusiya daxilində baxmayaraq ki, müharibənin artıq Rusiyanın hakimiyyətinin arzu etdiyi kimi NATO-Rusiya məcrasına artıq gətirilib. İlk günlərdə ki, bu belə deyildi və Rusiya hakimiyyəti üçün cəmiyyətə müharibənin sakrallığını, vacibliyini yeritmək çox çətin idi. Amma yenə də bu kəsim müharibənin Rusiyanın başladığını, yəni Rusiya daxilindən söhbət gedir. O Simanyanlar, digərləri, bunları kənara qoyuram, amma faktiki olaraq Rus insanı, Rus alimi, Rus ziyalısı, Rus ziyalı mədəniyyət insanı və s. bu müharibənin uğruna inanmır, vacibliyini qəbul etmir. İdeologiya yoxdur. Bu müharibəni əsaslandıran ideoloji faktor yoxdur. Bax, siz dəqiq onu dediniz. Belə olan halda Rusiya üçün sizin sual etdiyiniz ki, kəşfiyyat xarakterli məsələlərdə bu axsamaların əsası nədir? Axsamaların əsası həm də müharibənin Rusiya daxilindən sabotaj olunmasıdır. Yəni, müharibə ilə mübarizənin üzrü istəyirəm. Gəlin, Dmitri Peskovun fikirlərinə yenidən nəzər salaq və qeyd edir ki, Dmitri Peskov deməli, Rusiya ordusunun Dnepropetrovsk vilayətinə hücumu digər nüanslarla yanaşı Ukraynada Rusiya sərhədlərinin qorunması üçün zəruri olan bufer zonasının yaradılması naminə həyata keçirilir. Statın sonu. Tural müəllim, sizdən üzr istəyərək mən əslində reqlament üzrə sizin sözünüzün zamanıdır. Amma Elxan müəllimə, çünki burada bufer zonalar məsələsi bir qədər hərbi yanaşma tələm edir. Elxan müəllim, necə düşünürsünüz? Bax, bu bufer zonasının yaradılması təklifi nə dərəcədə real görünür və müharibənin qarşısını ala bilərmi, effektiv görünürmü? Əslində, Jalə xanım, müharibənin əsas səbəblərindən biri budur, bufer zonanın məqsədlər, niyyətlər nə üçün? O dediyim kimi Rusiya deyir, biz əgər sənəd imzalayacaqsa, müharibəni yaradan səbəbləri ortadan qaldırmaq qaydacaq. Bu o deməkdir ki, Avropa İttifaqı Ukrayna ərazilər olaraq Ukrayna ərazisinin özünün təhlükəsizliyinin təminat zolağı kimi görür.
bufer zolaq olaraq indi hansı hissəsi Ukraynanın öz nəzarətində qalacaq hissəsinə, Rusiya da əslində o nəzarətə götürdüyü əraziləri özünün Ukraynadan və Ukraynanı dəstəkləyən NATO-ya daxil olan ölkələrdən təhdid və təhlükəni bərtaraf etmə zolağı kimi görür. O bufer zolaq nə deməkdir? Əgər Ukraynanın ərazisində gələcəkdə Ukrayna silahlı qüvvələrin və yaxud NATO-nun hərbi bazaları yerləşdirəcəklər, raketlər oradan havaya qaldırılacaqsa, o bufer zolaq o zamanı udmaya xidmət edəcək. Yəni o bufer zolağın üzərinə raketlər uçduğu zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri o zaman müddətində o ərazidən keçdiyi müddətdə onu bərtaraf edib qarşısını ala biləcəklər. Əslində bufer zolaqlar ölkələr üçün bütün müharibələrdə mümkün ola biləcək və təhdid və təhlükələri öncədən görmək, bərtaraf etmək üçün hazırlanan zolaqlardır. Əslində Rusiyanın niyyəti bəllidir də. Əslində Baxın, diqqətlə çox üzr istəyirəm. Dmitri Peskovun bu zonalarla bağlı fikirləri Ukrayna acısından deyil, Rusiyanın acısından yanaşmadadır. Məsələ ondadır ki, Peskov deyir ki, hücumlar bufer zonanın formalaşdırılması üçün həyata keçirilib. Rusiyanın daxilinə, yəni Rus dilindən tərcümədə tamam belədir, Rusiyanın daxilinə hücumlar belə deyək də, hətta referendum keçirilmiş ərazilərdə də belə bufer zonaların yaradılması üçün həyata keçirilir. Bu, Ukrayna və onun tərəfdaşları tərəfindən artıq referendum yolu ilə Rusiya ərazisi kimi elan olmuş ərazilərə ya avtonom müstəqillik və yəni Rusiyanın ərazisinə girməməsinin qarşısını almaq üçün atılan addımdır. Bufer zona Peskovun qeyd etdiyi və iradı bildirdiyi sırf bu məqamdır. Yəni heç bir halda Rusiyanın maraqları çərçivəsinə atılan addım deyil. Rusiyanın maraqları əleyhinə atılan. Nüans ondan ibarətdir ki, bu hərbi yanaşmadır. Bufer zolaq təhlükəsizliyinin təminatı üzərinə gələcəkdə mümkün ola biləcək bu post-müharibə dövründən sonraki hərbi məqsəd daşıyır. Hərbi məqsəd daşıyır, əlbəttə ki. Məsələ ondadır ki, son illər bufer zonalarına bağlı fərqli fikirlər var. Hətta Ermənistan belə təklif edir ki, Azərbaycanla Ermənistan tərəfində sərhədində bir beynəlxalq mexanizm olsun və xatırlayırsınızsa belə bir fikirlər var idi. Daha sonra Xankəndinin azad olunmasından sonra bu məsələlər daha dayandı. Bu, Peskovun haqqında danışdığı bufer zona Ukrayna ərazilərinin parçalanmaqdan qorunması üçün bir mexanizm formasında Qərb və Ukrayna tərəfdaşlarının ki, onu da sizə qeyd edim, yəni ki, bizim Türkiyəli dostumuz bunu qeyd edəcək, bufer zonanın əsas ideoloji fikir mənbəyi məhz Türkiyədən irəli gələn. Çünki bu qədər oyunçulardan ən çox bugün üçün ancaq Türkiyə, yəni qlobal güclərdən söhbət gedir, Ukraynanın ərazi bütövlüyünün qalmasında israr edir. Trump deyir ki, artıq parçalanıbdır, Rusiya deyir ki, parçalanmalıdır, Avropa Birliyi deyir, risklər var və səhər tək bir dənə Türkiyənin prezidenti deyir ki, və Xarici İşlər Naziri deyir ki, Ukraynanın ərazi bütövlüyü Rusiya-Ukrayna birinci arasında məsələdir. bufer zona yaradılmalıdır, deyir Türkiyə. Bu ideoloji, bəli, danışıqların şərtlərindən biri də o. Siyasi tərəfdən yanaşanda Yeganə xanımın o fikirləri siyasi olaraq öz əksini sahədə tapa bilər, amma məsələ burasıdır ki, bunlar Rusiyada düşünür ki, masada imzalanacaq sənədlərdə bu ərazilərin hüquqi əsaslandırılması olmalıdır. Rusiyada deyir ki, mən bu bölgələri gələcəkdə mümkün ola biləcək Ukrayna və NATO-dan təhlükəsizlik zolağı bufer bölgə olaraq görmək istəyirəm. Mən bir əlavə eləmək istəyirəm bir cümlə mövzu ilə bağlı. Əslində burada Peskovun özü də yaxşı bilir ki, Dnepropetrovsk bölgəsində hətta tutaq ki, Rusiya bufer zona yaratsa da, Rusiya ilə Ukrayna arasında imzalanan sülh müqaviləsi üçün o ciddi problem olacaq da. Çünki yenə deyirəm, Rusiya onsuz da Krım və Donbas məsələsində Ukrayna onsuz da heç nə ilə razılaşmır. Bir də Dnepropetrovskun bufer zona adı altında faktiki olaraq işğal edilməsi məsələsi ortaya çıxa bilər. Məncə bu daha çox Ukraynanın içərilərindən doğru irəliləmək və Ukraynanı Rusiyanın təqdim etdiyi şərtlərlə o bayaq sizə dediyim Ukrayna dövlətçiliyi üçün qəbul edilməz o sənədə imza atmaq üçün Ukraynanı şantaj etmək məqsədi daşıyır. Çünki bir daha qeyd edirəm ki, mənim Dnepropetrovskda yaşayan qohumlarım olub bu müharibədən əvvəl, oranın coğrafiyasının strukturunu da yaxşı bilir. Yəni bu ferzona sadəcə olaraq Rusiyanın Ukraynanın etdiyi uğurlu əməliyyatların qarşısını almaq, Ukraynanı çəkindirmək və Rusiyanın təqdim etdiyi şərtlərlə Ukrayna siyasi hakimiyyətini razılaşmalara gəlmək üçün təsir vasitəsidir. Heç kimin qarantiyası yoxdur ki, bir həftə sonra o bufer zona adı altında Dnepropetrovsk'a gələn Rus qoşunları daha da irəli getməyəcək. Bununla bağlı Rusiya tərəfindən garantiya varmı biz burada dayanacağıq? Gəlin Türkiyəyə müraciət edək. Yegan xanım, az öncə də siz qeyd etmişdiniz. İsmail Cingöz yəqin ki, bizimlə bərabərdir.
İsmail bəy, bəli, bizim qonaqlarımız qeyd edir ki, Rusiya-Ukrayna arasında bufer zonanın yaradılmasını Türkiyə təşəbbüs kimi qaldırıb, təklif edib. Necə düşünürsünüz? Bufer Mövzulardan biri odur. Danışıqlarda şərtlərdən biri odur. Şərtlərdən biri odur, bəli. Şərtlərdən biri odur. Bufer zona yarana bilərmi və bu nə dərəcədə təhlükəsizliyə, ümumiyyətlə bu müharibənin zəiflədilməsinə, qarşısının alınmasına, alovlanmasına dəstəyini göstərə bilər bufer zona? Türkiyə bunu təklif edib. Biraz önceki oturumda da söylediğim gibi bu konuda tarafsızlığını yegane koruyan ülke Türkiye. Ve Türkiye Ukrayna'nın toprak bütünlüğünü ve Kırım'ın ilhakını, toprak bütünlüğünü istiyor ve Kırım'ın ilhakını tanımıyor. Ve Türkiye bu konuda ısrar ediyor. Ancak şunu belirtelim, biraz önce Elhan Bey bir konu bahsetti. Rusya'nın bitirilmeden, parçalanması sağlanmadan Çin hedef olmayacak. Yani hedefte Çin var ama öncelikle Rusya'nın dağılması gerektiği konusuna değindi. Şimdi burada Avrupa ülkeleriyle Amerika Birleşik Devletleri'nin fikirleri farklı. Avrupa ülkeleri Rusya'nın zayıflamasını, dağılmasını ve kendileri için bir tehlike oluşturmaması hedefleri var. Ancak Amerika Birleşik Devletleri de Rusya'nın mevcut haliyle varlığını sürdürerek Çin'e karşı bir blok oluşturma hedefleri var. Hatta Rusya'yı yanında blok olarak tutarken Orta Doğu coğrafyasında İsrail ve İran'ı ve Hindistan'ı da yanına alarak Çin'i kuşatma hedeflerine bir adım daha koymak istiyor. Yani Rusya'nın dağılmasını Amerika ve İran ve İsrail istemiyorlar. Hindistan da istemiyor. Bunu belirtelim. Ama Avrupa'nın hedefleri Rusya'nın zayıflaması ve dağılması konusunda. Ama en önemlisi Avrupa'ya şunu sorarlarsa, peki Rusya dağılmasın, Ukrayna'nın toprak bütünlüğü, Ukrayna'nın yeraltı zenginliklerini Amerika Birleşik Devletleri ile paylaşma isterseniz ve oradan siz de pay alırsanız Ukrayna'nın dağılmasını ve toprak kaybını istiyor musunuz derlerse Avrupa ülkeleri buna evet diyecektir. Yani burada çok farklı çıkarlar var, çok farklı hedefler var. Ukrayna'yı çok da önemsemiyorlar esasında. Ukrayna'nın yeraltı kaynaklarını önemsiyorlar ve Ukrayna üzerinden sistem kurmak istiyorlar. Ve bu da Amerika ve Rusya'nın da işine geliyor. Ama şunu belirtelim ki yeni dünya sisteminde bakın hep demin programın başından beri ısrarla biz Amerika, Rusya, Çin ve Avrupa konusunu konuşuyoruz. Ukrayna merkezli. Ama İngiltere'nin adı hiç geçmiyor. Bəli, bağlı mövzudur. Çünki hətta bəziləri qeyd edir ki, burada söhbət Rusiya-Ukrayna müharibəsindən, hətta Amerika Birləşmiş Ştatları ilə Rusiyanın qarşılaşması deyil. Çünki Amerika Birləşmiş Ştatları Rusiyanı zəif görür. Əslində Çinlə mübarizə apardığı üçün bax Rusiya ilə bu prosesləri bu formada davam etdirir. Bəli. Yani bu konuda esasında bu sistemin dizayn eden, kurgulayan ama geri planda kendisini hiç öne çıkartmayan İngiltere var. İngiltere Orta Avrupa ülkelerinin zayıflamasını ve ileriki aşamada kendisine ayak bağı olmaması için planlar kuruyor. Yani yine dünya sisteminde batıda İngiltere merkezli bir sistem kurulmaya çalışılırken Fransa da liderliğe aday bir ülke ve askeri yönden güçlenmeyi sağlayabilirse Almanya da liderliğe aday bir ülke. Yani Avrupa ülkeleri de kendi alanında bir münakaşa ve üstü kapalı bir çatışma halindeler esasında. Yani güç mücadelesi içerisindeler. Onlar da birbirlerine hakimiyet kurma hedefleri var ve buradaki Ukrayna'nın toprak bütünlüğünü siz de kaydettiniz, ben de söylemiştim. Sadece Türkiye düşünüyor. O da bir taraftan da Kırım'ın bir Türk toprağı olduğunu da tezini de üstü kapalı Türkiye onu bir kenarda vareste tutuyor. Yani burada bizim Ukrayna'nın Kırım'la birlikte bir toprak bütünlüğü kurulması ve akabinde Kırım Türklerinin müdafiəsi deyərdik. Evet. Kırım Türklerinin haklarının garanti altına alınacağı şekliyle bir yeni anayasa hedefleri olduğunu da burada ben antiparantez belirteyim.
Təşəkkür edirik İsmail bəy. Bir qədər sonra yenidən Ermənistan-Azərbaycanla sülh prosesinə, Cənubi Qafqazdakı sülh prosesi ilə bağlı sizin də fikirlərinizi alacaq və dönüş edəcək sizə. Amma Tural mənim istərdim ki, elə Cənubi Qafqazdakı sülh prosesinə, sözsüz ki, qlobal nizamın bugün tənzimlənməsi prosesləri də öz təsirini göstərir. Çünki həqiqətən Cənubi Qafqaz elə bir region, coğrafi baxımdan elə bir mərkəzdə yerləşib ki, burada qlobal güclərin maraqları, istər nəqliyyat, istər enerji, istər geosiyasi və iqtisadi baxımından maraq kəsb etməyə bilməz. Və bugün biz sülh prosesi ilə bağlı bir addım irəli, 5 addım geri məsələsini görürük. Çünki burada da yenə də kənar təsirlər öz rolunu oynayır. Mən nəzərdə tuturam, məsələn, kilsə əməliyyatı, keşiş əməliyyatı yenidən baş qaldırıb Ermənistanda və bu sülh prosesinə necə təsir göstərəcək? Çünki konkret olaraq keşiş əməliyyatı sülhə bir demarş kimi ortaya çıxıb və nəzərə alsaq ki, Sarkisyan, Koçaryan, bax bugün Ter-Petrosyan bax bu prosesə qoşularaq dəstəyini göstərir. Bax biz bugün sülhlə bağlı hansı mərhələdəyik? Necə təsirlərini, yan təsirlərini göstərəcək? Əslində Şahilə xanım, o qədər geniş vektorlu sualdır. Mən istəyirəm qısa bir neçə məqamına toxunum. Əvvəlcə sualınızın birinci məqamı ki, Cənubi Qafqazda oradan da sizin vurğuladığınız kimi dəyişən dünya düzənində xüsusi əhəmiyyətə malikdir. Çünki bölgənin iki qitə arasında birləşdirici nöqtədə yerləşməsi, eyni zamanda dünyanın gələcəyi üçün düşünülən önəmli yeni lojistik layihələrin bu bölgə olmadan düşünülməsinin qeyri-mümkünlüyü Cənubi Qafqazın təkcə strateji, siyasi deyil, həm də eyni zamanda o nəqliyyat və lojistik anlamda da çox önəmli bir əhəmiyyətə malik olduğunu göstərir və ona görə də bölgənin əhəmiyyətini dərk edən bir çox qüvvələr burada formalaşacaq yeni sabit məkanı və eyni zamanda dövlətlər arası sağlam münasibətləri istəmirlər. Gah Zəngəzur dəhlizi prosesini əngəlləməyə çalışırlar, gah sülh fondu adı altında Ermənistana milyonlarla dollar yardım etməyə çalışırlar və şükürlər olsun ki, en azından Macaristan kimi ağlı başında ölkələr olur və bu prosesin qarşısını Avropa İttifaqında alır və yaxud da sülh müşahidə missiyası adı, mülki müşahidə missiyası adı altında binokulla Azərbaycan əskərini güdməyə çalışırlar, amma arxa tərəfdə mart ayında elə bir dövr oldu ki, günlərlə Ermənistan şərti sərhədlərdə ordumuza qarşı təxribatlar törətməyə cəhd elədi. Yəni bugün Cənubi Qafqazda vəziyyət kifayət qədər gərgindir, amma Ermənistanda siyasi hakimiyyətlə erməni kilsəsi arasındakı qarşıdurma birbaşa sülh prosesinə zərbədirmi? Mən bunun belə olmadığını düşünürəm. Çünki onsuz da etnik nifrətin kökündə təkcə Ermənistandakı siyasi hökumətlər məsuliyyət daşımayıb Şahilə xanım. Bugün təəssüflər olsun ki, erməni kilsəsi adı altında din nəyi tələb edir? Bəşəri dəyərləri, qardaşlığı, dövlətlər arası münasibət. Amma biz Xocalı soyqırımı baş verəndə də, 1-ci Qarabağ müharibəsində torpaqlarımız işğal altında olanda da nəyi görürdük? Görüntüdə o qatillərin qanlı hərbi formalarının yanında həmişə bir nə olurdu? Erməni keşişi olurdu və bu adamlar din adına, yəni dinin o bəşəri, humanist dəyərlərinin əleyhinə addımlar atıblar. Ömür boyu Ermənistanı təxribatlara sürükləyiblər və bu gün də görürsünüz, Azərbaycanla Ermənistan arasında Qazağın 4 kəndi ilə bağlı razılaşma əldə edilən kimi əvvəllər heç bir siyasi bəyanatları olmayan Baqrat Qalstanyan adlı bir keşiş simalı təlxəyi ortaya atıb prosesi sabotaj etməyə çalışdılar və indi biz nəyə görürük? Biz onu görürük ki, əslində Ermənistan hakimiyyəti kilsənin bugün özlərinin siyasi hakimiyyəti üçün təhdid olduğunu gördüyünə görə kilsə ilə haqq hesab çəkir. Yəni biz bunu qarışdırmamalıyıq ki, kilsənin arxasında da böyük qüvvələr var. Amma Nikol Paşinyan sülhpərvərdir və başa düşür ki, kilsə Azərbaycanla Ermənistan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsindən sonra normal əlaqələr, dövlətlər arası əlaqələr bərpa olunacağı təqdirdə kilsə orada əngəl olacaq deyən bu addım atır. Xeyr, Nikol Paşinyan sadəcə yaxşı başa düşür ki, Qaregin başda olmaq üzrə elə Qareginin tələbəsi olan, yəni ideoloji tələbəsi olan o Baqrat Qalstanyanlar, Öçmədzin, digər Ermənistandakı kilsələrin demək olar ki 99%-i hazırki hökumət komandasını sevmir. Çünki bu adamların bir çoxu dini təhsilini Rusiyada alıblar və Paşinyandan əvvəlki hökumətin dövründə müxtəlif addımlar atıblar. Digər bir tərəfdən, indi Paşinyan bir məqama toxunur ki, əslində bilirik də biz o deməli... Gəlin o məqama diqqət yetirək. Bax, elə indicə redaktorumuz mənə qeyd edir ki, Paşinyanın məhz bu kilsənin açıqlamalarına cavabı var və o qeyd
edir ki, Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması ənənəsinin banisidir və bu səbəbdən Katolikos Qaregin ikinci kimi bir populist və dələduzu dəstəkləməsi təəccüblü deyil. Statın Bizim sonu. dediyimizdir da Jahilə xanım. Bax, biz illərdir nəyi deyirik? Mən bayaq dediyim şey, biz nəyi görmüşük? Doğrudan da hansısa bir din xadimi öz təmsil olunduğu ölkənin əlbəttə ki, maraqlarını və onun təqdim etdiyi, hətta saxta belə olsa, narrativləri dəstəkləyir də. Çünki o ölkədə yaşayır, o cəmiyyət üçün belə deyək, din xadimi kimi qəbul olunur. Amma Qaregin və onun mənəvi ataları ömür boyu türklüyə qarşı xəyanətin imzasını atıblar. Bu adamlar ömür boyu dindən, humanizmdən kənar adamlar olubdur. Sadəcə olaraq mən burada bir məqam bizim mediada, çünki mən bu yanlış şərhləri görürəm. Yəni bugün Paşinyan, Qaregin və erməni kilsəsi güya regional sülhə əngəldir deyən onunla çək-çevir aparmır. Paşinyanın özü də sülh prosesini istəmirdi. Sülh prosesini istəsəydi, onsa 44 günlük vətən müharibəsi olmazdı. Sadəcə olaraq o bizim səsləndirdiyimiz həqiqəti öz siyasi hakimiyyətinə təhdid gördüyü üçün səsləndirir. Necə ki o hakimiyyətə küçədən gələn kimi neynədir? Bütün Ermənistan Konstitusiya Məhkəməsi hakimlərinin hamısını siyasi repressiyaya məruz qoydu və axırda elə bir məqama çatdı ki, həmin dövrdə Konstitusiya Məhkəməsinin rəhbəri intihar edəcəyi ilə bağlı Ermənistan cəmiyyətinə bəyanatlar verdi. Bugünkü Ermənistandakı siyasi hakimiyyət kilsə çək-çevirinin də əsas məqamı odur. Bir də kilsənin o muxtariyyatı və dini müstəqilliyini ələ keçirmək və Ermənistanda dövlət tərəfindən idarə edilən bir din sistemi yaratmaq maraqları var. Buyurun. Məsələ Mən istərdim ki, Yeganə xanım, bax, Paşinyan Zəngəzura səfər etdi. Bəli. Bütün bu proseslər fonunda ölkə daxili çaxnaşmalar, keşiş əməliyyatı və kənar qüvvələrin burada yeni oyunları fonunda Paşinyan Zəngəzura səfər edir. Məqsəd gəlin nədir? Birinci Nə onu axtarır Zəngəzura? Nə axtarır Zəngəzura? Maraqlı sualdır. Birinci onu qeyd etməliyik ki, Paşinyan hakimiyyəti kilsənin gücünü ciddi qəbul etmir. Ümumiyyətlə hesab etmir ki, kilsə Ermənistanda təhdid hesab etmir. Təhdid hesab etmir. Mən izah edəcəm niyə. Məsələ ondadır ki, kilsə hakimiyyət qarşı mübarizə kilsə ilə getmir. Kilsənin arxasında İcazənizlə mən onu izah edəcəm. Niyə var? mən elə fikirləşirəm? Məsələ ondadır ki, kilsə hakimiyyət qarşı durması faktiki olaraq lobbi hakimiyyət qarşı durmasıdır. Bax, bunu fərqləndirmək lazımdır. Kilsənin arxasında bütün dünyadakı xristian ermənilərin gücünü istifadə etmək istəyən Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan arasındakı nifrətdən qidalanan lobbi dayanır. Bu lobbi bir iqtisadi sindikatdır. Bütün dünyada erməniləri istismar edən bir iqtisadi sindikat. Baxın, bu haqda 3 il bundan qabaqdan Azərbaycanda ilk dəfə şəxsən mən danışmışam, digər dəyərli ekspertlərimiz də və s. Bugün o tezisləri faktiki olaraq Nikol Paşinyan öz ölkəsində daxildə səsləndirir və bu doğrudan da Ermənistan daxilində hökumətə qarşı kilsənin adımları ilə bağlı izahın sosial əsaslarının bünövrələrini formalaşdırır. Məsələn, ondadır ki, bu ideoloji qarşı durma bugün üçün Nikol Paşinyan nə üçün lazımdır? Hal-hazırki dövrdə Ermənistan daxilində, istər Sargisyan daxil, Köçəryan daxil, digərləri, həbsxanada olan Ruben Vardanyan daxil ki, Ruben Vardanyanın həbsxanada keçirdiyi hər gün onun Ermənistan cəmiyyətində hörmətinin bir az da qalxmasıdır. Bu ayrı bir məsələ. Bunların heç biri Nikol Paşinyan üçün ölkə daxilində rəqib, rəqabət, təhdid və s. deyil. Uzun müddətli hesabda isə ölkə daxilində ideoloji əsasın əvəz olunması yoxdur deyə bugün üçün ona təhdid olmayanlar 2 ildən sonra proses bir nəfəri doğa bilər və bir lider ortaya gələ bilər, kilsə onu dəstəkləyə bilər və s. Kilsənin rolu ilə bağlı bir məsələni də deyim. Mən bu günlərdə xaricdə bir neçə Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq platformalarda başladığı proseslərin iştirakçısı qismində olmuşam. Ən azından maraqlarımızın müdafiəsində və orada da aparıcı qüvvələrin hamısı kilsədir. Bugün üçün Ermənistanda erməni diasporası, bütün dünyada erməni diasporası xristianlığı özünün ideoloji əsasları üçün İsmail bəy də bizi xəttə gözləyir, sonra Elxan müəllim də. Bəli, İsmail bəy, bax, hal-hazırda Ermənistanda gedən prosesləri biz analiz etmiş olsaq və nəzərə alsaq ki, 2026-cı ildə seçkilər keçiriləcək və az öncə qonağımız Yeganə xanım qeyd etdi ki, Ermənistanda yeni bir lider axtarışı ortaya çıxıb. Necə düşünürsünüz? Necə təsir göstərəcək 2026-cı ildəki seçkilərə, Paşinyan hakimiyyətinə və ümumiyyətlə nəticə etibarilə bizə maraqlı olan Cənubi Qafqazdakı sülhdür? Şimdi öncelikle Cənubi Qafqazda Kısa xahiş edəcəm fikirlərinizi. Sulh istemeyen bir kesim var.
Yani burada sulh istemeyen kesimin başında Ermeni diasporası var, Ermeni muhalefeti var, Ermeni kilisesi var ve komşu ülkelerden de başta İran olmak üzere Amerika Birleşik Devletleri, Fransa, Yunanistan ve bunlarla bağlantılı olarak Hindistan barış istemeyen kesimler olarak öne çıkmaktadır. Ve Paşinyan ılımlı bir görünüm sergilerken bir taraftan da bu ülkelerin ve diasporanın, kilisenin etkisiyle ve muhalefetin çalışmalarıyla karşı karşıya, onlarla da mücadele etmek durumunda. Ve bir taraftan da Paşinyan'ın böyle ikircikli dediğimiz bir tabir vardır Türkiye Türkçesinde. İkircikli yani tutarsız tanımlar, politikaları var. Bir yandan barış isterken bir yandan ultra çok yüksek düzeyde İsmail Bey, çok silahlanmaya kısa çalışması istəyəcəm, biz var. sağollaşmaq üzərəyik. Fikirlərinizi tamamlayın. Hemen söylüyorum ve burada Paşinyan'ın önümüzdeki dönemde oldukça zor bir seçim süreci beklemekte. Levon Petrosyan'ı sahaya sürebilirler. İlk Cumhurbaşkanı Petrosyan'ı muhalefet partisi adıyla Paşinyan'ın önüne sahaya çıkartabilirler ve Paşinyan'ın seçimi kazanması oldukça zorlanacak ama enteresan bir şekilde savaş kaybeden Paşinyan istifa etti, tekrar kazandı. Demek ki kendine göre bir destekçi grubu var. Çekişmeli geçecek bir seçim süreci olacağını söyleyebilirim. Təşəkkürümüzü bildiririk və İsmail Cingöz Türkiyədən bizimlə bağlantıda siyasi ekspert idi. Buyurun, tamamlayın. Baş verenlerin iki hissəsi var. Bir kiçik rəsm burada bəhs olundu. Paşinyanın hakimiyyət uğrunda mübarizəsi. Böyük rəsm sifarişçi kimdir? Məsələ burasıdır. Sifarişçi Cənubi Qafqazda növbəti dəfə Ermənistanın forpostluğa götürülməsi üzərinin bir proyekti bu. Dediyimiz indi Sarkisyanın dirilməsi, belə deyə də Anyanın dirilməsi və onların yenidən hakimiyyətə kilsə vasitəsilə alternativ olaraq gəlməsi, dediyimiz o təhlükə yenidən toxumları əkilir bizim Ermənistan ərazisində gələcək münaqişə üzərinə. Toxumları, bu təhlükələrin yeni toxumları əkilirsə, amma buna alternativlər, əlbəttə ki, bu təhlükəsizlik sisteminin daha da möhkəmlənməsi üçün də yeni toxumlar səpilir və əlbəttə ki, az öncə ilə qeyd etdiyimiz bu toxumların səpilməsində Azərbaycan, Türkiyə, Pakistanın böyük rolu var və bu üçlük bir ruhda, bir bədəndə üç ruh əlbəttə ki, bütün Türk dünyasını özünə birləşdirib ki, bu da nəinki təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə, nəinki risklərin və təhdidlərin qarşısının alınmasına və bölgədə, regionda əli olan, fikri olan kənar qüvvələrin qarşısının alınmasına, həm də sülh, dostluq, əməkdaşlıq proseslərinə yönəlib. Çünki ən böyük silah da elə sülhün özüdür, dostluğun özüdür. Belə hörmətli tamaşaçılar, bizim müzakirələrimiz hədəfdə başa çatdı. Sağlıq olsa görüşəcəyik.